dənədən olsun. Bir də futbola baxsan da. Yəni Inter orada udmamaq kimi bir şansı yox idi. Adamlar 2 kubok Ferrari yiyib ona görə. Sonsuz kubok Ferrari. İtaliya kupası bir də Liga. İtaliya kubokunda finaldadılar da olsun. Harada finaldadılar? Milan'ın uzundur. Tamam. Yekunlaşdıraq. Ən olmadı da. Davam edək. Ağız biz deyirik. Deməli belə. Ekran rahat görünür. Biraz böyüdür. Buradan deməli bir dənə post yazmışıq. Post. Okay. Gedək növbəti metodlarımıza yazmağa çalışaq. Mən də fərq edeyim. Deməli, Movie'nin nələrini update eləyib, bir də onlara baxaq. ID mənə onsuz da lazım deyil. Bunu götürürəm, atıram bura. Buradan bunları silirəm. Herkes mi olmasın diyor şu. Aha. Statusunu dəyişməyə ehtiyac yoxdur. Çünki statusumuz bir aktiv var, bir də delete var. Zaten biz create eləyən zaman statusumuz aktiv olaraq qeyd eləyəcəyik. Ona görə bunu update eləməyə ehtiyac yoxdur. Bunu buradan götürürəm. Qalanları qalsın. Name, description, genre, director, duration. Bunlar qalsın. Aha. İndi bizim burada verməli olduğumuz anotasiyalar var. Deməli, bura not blank verirəm. Not blank nə ilə təmin edirdi bizi, siz deyin. Not blank. Not null'ın fərqi nə idi? Not null'la. Nə? Not blank ilə not null'ın fərqi nə idi? Sən yox edin, sən dersin. Boşda yaza bilmək Bax, biz not null'da proses nədir? Bunu versək götürür. Amma not blank buna belə icazə vermir. Bunun arasında mütləq hər hansı bir hərf olmalıdır. Hə. Biraz yaxınlaşırım. Yaxşıdır belə. Yaxşı, sənə görə biraz yaxınlaşırım. Aha, burada da deməli verirəm data builder constructor null constructor klasım da hazır. Aha. Deməli, update edən zaman mən birinci növbədə tapmalıyam ki, hansı movie-ni update eləmək istəyirəm. Ona görə nə edirəm? Yazıram movie entity movie-ni tapıram birinci növbədə. Nəyin hesabına? Burada yuxarıda verdiyim repository mənə verdiyi metodlar vasitəsilə find by id bu mənə optional qaytarır. Deməli, bu id-ni göndərəcəm bura. Bir də bunu oraya throw edirəm. Oraya throw. Burada da deyirəm ki, bəs new not found exception. İngilizce verdiği
entity not found exception, öz yazdığımız exception'ın fərqi var. Var. Spring olaraq tanıya bilir, amma biz yazdığımızı tanıya bilmir. Biz onlara globalda deməliyik. Deməli, yazaq ki, bəs nə yazaq? Əgər bu mövcud deyilsə, yəni idle movie, demək ki, yazaq ki, movie not found with id. Qoş nöqtə qoyuram. ID-ni də atıram bura. Create class not found. Ona exception daxiləyərdir. Aha. Runtime exception. Öz bir dənə custom exception'ımı yaratdım. Unchecked exception'ımı. Aha, qayıdıram yenə servisə. Yəni, filmim əgər mövcuddursa tapacaq mənə. Yox, mövcud deyilsə də exception atacaq. Bura qədər sual olan var. İndi bunu tapmaqda məqsəd məlumatların dəyişməkdir. Nə edəcəm? Movie.set məsələn, name-dən başlayaq. Nə? Request-dən gələn get name-dən. Sonra movie.set sonra nə gəlir? Description. Request get description. Description. Genre. Aha. Duration qaldı. Request get duration. Bir də director qaldı deyəsən. Request get director. Aha, nəsidən oldu? Name, description, genre, duration, director. Requestə baxıram. 1, 2, 3, 4, 5. Arzulatın üzərində description. Aha, üçüncü deməli şeydir. Nəysə, bir önəm yoxdur. İndi bu tapdığım movie'nin məlumatlarını requestdən gələn məlumatlarla dəyişdim. Düzdürmü? Dəyişəndən sonra nə etməliyəm? Repository.save bazaya əlavə eləməliyəm ki, bu məlumatları dəyişsin. Movie. Bu nə oldu? Movie entity. Nə? Saved. Mən hal-hazırda save işi görürəm. Update olunmuş entity. Update movie. Mən bunu etməliyəm. Bitirim. Dilbər, birinci səsinə baxmışsan dərsin. Tamam. Update movie. İşte bu qədər. Bu da oldu update metodu. Gəlirəm kontrollara. Bir dənə yazıram ki, nə? Put update neydi? Put idi da, ha? Put mapping. Public deməli. Response entity. Geriyə movie detail qaytarsın. Update. Burada bizim nəyə ehtiyacımız var? Bir long ID, bir də update movie request. Verəcəm də, səbirli olun. Request. Aha. Bura nə veririk? Pass variable. Yaxşı, request param verə bilmərəm. Hə? Mən request param verirəm. Request param. Fərqləri nədir pass variable olan request paramın? Pass variable'da yenə bir slash yazılır. Parametrləri orada parametrə verəcəklər. Allah. Postman'da parametrə Request.
Mən adətən belə deyim, create, update işi görən zaman, məsələn, bir ID məlumat dəyişən zaman request paramı istifadə edirəm. Amma bir məlumatı bir ID-yə görə çəkən zaman, məsələn, get sorğularında, o zaman pass variable istifadə edirəm. Burada request body. Aha. Gəlirəm, return. Deməli, response entity nöqtə org. Nə? Movie service. Update movie. ID-ni göndərəm bura, request göndərəm bura. Bu da oldu update sorğusu. Hə? Nə? Hə, bir də bu var. ID, hə. ID əslində yazmağa ehtiyac varmı? Məncə yoxdur axı, ID yazmağa ehtiyac. Request paramda ID olmur. Kontrol edilir, try-catch yazmalı. Yox. Try-catch-i şeydə yazırıq, servisdə. O da single responsibility pozurdu ya, globala çıxardırıq, global exception yazırıq. Aha. Gəl, yazacaq indi. Məqsədində deyəcəm nədir. Deməli, bunun zayıfqası bitir. Burada içimdə bir dənə çıxarabilir əslində. Yəni də buradan yazaq. Public response entity list. Deməli, movie edityor. Aha. Get all. Return nə? Deməli, response entity nöqtə org movie service nöqtə find all movie. Gidip bununla create metodu ilə bunun iniyəcəyi listə çevirəcəyik. List. Sual olan var. Movie edityor. Aha. Return. Deməli, repositordan yenə istifadə edirəm. Repository nöqtə find all. Bu mənə qaytarır entity formatında. Mən nə etməliyəm? Stream map. Nöqtə map. Stream map deməli, mapper to DTO-ya çevirməliyəm. Salam. Entity'lərin mənə list formatında qayıdır. Mən də onun map vasitəsilə çevirirəm. Ən axıra da yığıram. Aha. Burada nə deyirik? Get mapping. Bir dənə belə bir şey verək. Slash all. Hamısı. Bir dənə get mapping yazaq. ID. Deməli, pass variable ID launch. ID. Sorry. Bu aydın da ataq bura. Bu niyedir belə?
Geriyə movie editor qaytarsın. Aha. Yenə eyni söhbət. Bir məlumat, aidli məlumat tapmaq istəyirəm. Ola bilər ki, həmin aidli məlumat yoxdur da, exception atsın. Return, nə? Mapper. Literaya çevirməliyim. Movie'ni. Qaydıram kontrolları. Bu list yox. Adi qaytarmalıdır. Lolu get mapping. Nə qaldı? Bir dənə delete qaldı. Aha. Deməli, delete mapping ID nə? Demək olar ki, tək bir parametrini niyə dəyişəsən? Tək bir parametri statusunda dəyişmək olar. Məsələn, ondakı onsuz da delete edən zaman. Bir dənəsini dəyişmək olur. Patch mappingdə hə, bir dənəsini. Deməli, bu artıq delete geriyə məlumat qaytarmır. Ona görə bu nə olur? Void. Aha, deməli, min yazıyı burada. Aha. Burada. Deməli, movie servisin delete by delete movie by ID metodunu çağıracağıq. Bu ID-ni ataq bura. Burada nə deyəcəyik? Response entity no content nöqtə build. Get by ID yox. Delete. Bir dənə qaldı bu metodu yazmaq. Create metod. Aha, void. Nə inirəm? Yenə bu söhbət. Hə? Axırda deyəcəm. Deməli, birinci növbədə tapıram ki, hansı aidli məlumatı silmək istəyirəm. Daha sonra nə inirəm? Bu tapdığım filmin statusunu dəyişirəm. Set status. Nə inirəm? Status.delete. Delete eləyəndən sonra nə etməliyəm? Repository.save. Movie. Aha. Bu da belə. İndi baxıram ki, bu ID-sinə görə məlumat tapmaq mənə 3 fərqli yerdə lazımdır. Burada lazımdır, düzdürmü? Burada da lazımdır, burada da lazımdır. Gəlirəm, metod düzəldirəm, public movie entity qaytarsın. Movie by ID for service method long ID. Aha. Bir dənə metoda çıxartdım. Sonra inirəm. Bunun yerinə metod çağırıram. ID-ni atıram bura. Eyni şeyi burada da edirəm. Metod çağırıram. ID-ni atıram bura. Metodu çağırıram. ID-ni atıram bura. Sual olan var bura qədər. Qaydaq movie kontrollara görə burada nədir problemimiz? Hələ ki işimiz bitdi. İndi nə inəyək? Test eləyək də.
Run eləyik. Amma run niyə eləyirik? Bizim burada heç nəyimiz yoxdur. PC adını açaq, burada açılsın. Premium deyil. Hə? Premium deyil. Nə? Premium deyil. Yox. Bilmirəm heç. Refactor. Yumulu eləyək. Deməli Spring Application Name Movie deməli Data Source URL Username və Password. Aha. URL'i hardan götürək? Əlbəttə şifrədən. URL for Postgres. Aha, elə bu lazımdır mənə. L432 istifadəsi adı root 1-2-3-4 olmalı. PC adımım açıldı mı? Açıldı. My database yox, bir dənə database yaradaq. Create. Aha, deməli nə qoyaq? Movie app qoyacam indi. Movie app'i də verdik bura. Daha sonra GPA Hibernate DDL Auto Create. Bunu birlikdə niyə elədik? Bizi yansın. Aha. İndi run eləyə baxaq. Belə bir problemimiz varmı? Əla. Mükəmməl. Burada nəsə səhvimiz var. Yox, bunu düzək. Aha, burada dırnaq var ya. Əla. Bir problemimiz var mı? Yox. Qayıdıram PC adminə, movie, sxemasa gəlirəm. Table'a gəlirik. Entlərim yaranıb. Bir problem yoxdur. Yaxşı. Burada hal-hazırda run eləyəndə sorğuları görmürəm. Mən istəyirəmsə Hibernate'in yazdığı o table'ları bunu verən zaman bu bizim üçün sorğu yazır da. Create table əmrini yaradır. Mən o sorğuları görmək istəyirəmsə bir dənə show SQL deyirəm. True. İndi run eləyə baxaq. Həmin sorğular gəldi bura. Prosta burada bir ədəddir. Create table. Bax burada sorğusu yazıb. Bura qədər verib. Yenidən ikinci table'ımı yaratmaq üçün bunu da burada verib. Belə səliqəsiz olmasın deyə burada properties sonra Hibernate format SQL format alına salıram. Format SQL true. İndi run-yə baxaq. Bayaq məsələn qarışıq idi. Onu verməklə artıq səliqəli bir formatda mənim üçün sorğularımı yazdı. Yəni mən hər hansı bir select əmrini yazan zaman belə bütün sorğuları görəcəm burada və səliqəli bir formatda. Bunu bilirdik. Tamam. Deməli belə. Neyini? Açıram Postman'i. Postman. Localhost 8080. Burada biz nə yazmışıq? V1 movie. Tamam. Ol eləyik.
V1 Hop. Ha, çünkü raylanmışım ona göre sorun tapmadım. Aha. $500 aldık. Niye 500 aldık? Baxa. Ya hiç boşluk bir şey yok. Null pointer exception. Aa, movie service null deyir. Find all movie because this movie service is not. Find all movie dedi. Find all movie dedi problem. Baxaq bir dənə. Hanı bu? Bu var ki find. Find all movie. Hə? Repositoryun içərisi boşdur. Eksen ile dolaşır. Eksen yazmışam da. Nə? Eksen yazmışam. Nə X-ən yazmışam? Şey, movie reponası. Yazmışam, əlbəttə ki, yazmışam. Movie repository. Bir tane de error. Wasteful loglardı mı sildirəm? V1 movie all. Bir şey post edeyim. Yaxşı post mesela. Post. Abi, final vermemiş şey. Hiç bunun var. Aha. Statik denemesi. Yok statik yok. Aslında finalda bir şey yok ama yine de bakalım. Ha, finaldaymış problem. Burada final vermemişdim diye. O constructor təmin edib. Hə, constructor təmin edə bilmir deyə. Ona görə metod nə olacaq? Tamam, gələk post sorusuna. Deməli, post sorusuna baxıram. Post mapping. Deməli, JSON formatında göndərəcəm, göndərməklə. Orada valide yazmışsam Validasiya eləyir də, yəni qırılma olmasın deyə transactionlarda. Movie all body row. Aha, deməli name qoşa nöqtə olsun film adı ya da son filmini yazalım. Neydi o? Eşrefliyor. Ben baxıram. Sonra description. Bomboş bir kino. Nə, məsələn Bu da sən. arıza. Çağatay var orada. Kinoya boş yerində. Qaldı içəridə olmasa o saat ödəyir. Ondan da qalım mecazədə pisi. Nə? Ondan da qalım mecazədə bomboydu saat. Orada böyle. Kinonun məqsədi şeydir də. Yetimlər. Yetimlər. Sonra nə var idi burada? Məşhur söz var. Sahip söz. Description, genel, director. Ondan sonra şişemizi de bir
Ne işləyir? Yenə bir dənə baxaq, görək nə vermişik. Canlar ne istiyorsun? Aksiyon verək buna. Aksiyon var orada, aşk da var, mafya da var, her şey. Sebezler var, bir tane şey var. Elə verək də aksiyon. Yani mafya dünyanında yani. Mafya kıstavası. Mən bunu ardıca yazmaq istəyirəm. Yox. Sonra Şunalar biraz bir şey yapmaya başlayıp biraz. Türkçe var. 30. bölümdə bu şulyaya getdiniz. O sənin səviyyəyə o da yaxşı. Ne yaptık bakım skor verirse zaman sonra da başlar. 30. bölümə kimi yaxşı girirəm. Ondan sonra Skor birinci sezon geçen geç. çıxır bir dənə yeni sonra zaten. və statusumuz. Yani bu oyun geldi, buz geldi. Çukurun bir dənə birinci sezon istəyirəm. Başımda. Hayranlar öldülər bir şey. Polis adı yox. Polis adı yox. Hadise ilə şu an. Biri parmağı vurdu. Aha. Bu Description. haritada var bu arada. Post faizlerden mahvedecek mafyadan bir şey. Yenə 500 aldı. Neyse, 80'de bir mafyadan. Direktör yazıyor. Aslında ama ben de mafyadan değilim. Direktör yazmış. Direktör yazmamış elə. Şimdi oldu. Bunun yapımcısı kim idi? Ay yapım değil. Skor değil, Eşref değil. Eşref tek. Pisa. 201 krit. Sonra gəlirəm ol edirəm. ID 2 generasyonlu çünki birincisi artıq istifadə olunmuşdu. Exception baş verdi deyə. Biz aydın özümüz ne daxil edirik ki? Nə? Özümüz daxil eləmədik. Evet. Harada elədik? Aha. Deməli belə. Sonra nə yazmalıyıq? Post. Postu yazdıq da indi. Get yazaq. 200 okey. Benim siz onun hakkında özünüz eline yazmıştınız yoksa... Eline yazmışım. Eline yazmışım. İlişimi senin ben. Travma. Get post. Aslında ben sıra ayrılmadım böyle şeyleri. Bir dənə put yazaq put. 2 nömrəli məlumatı dəyişmək istəyirəm. Gəlirəm bunu götürürəm buradan. Atıram bura. Body, row. Bunlar əslində bildiyiniz şeylərdir. Yəni praktik eləmişsiniz də bunları. Bunu sadəcə biləcəm. Hə, indi eləyəcəm. Etap. Deməli, 2 nömrəli ID-li filmi dəyişmək istəyirəm. Növbət filmimiz nə olsun? Tamam. Yaxşı. Sahipsizlər. Kurtlar var. Kusuyor Allah. Kurtlar Vadisi Efkan'ın. Kurtlar Vadisi təkim kim aid idi? Şey, Osman Sınav. Evet, son olarak şu anlarda. Osman Sınav. Ha, Tezor diye. Adı koydu. Description. Aksiyon olsun da. Bu bir mafya dizisi. Ha, biz Olsa tüm kilolar hamısında mafya var. İlk defa orada oldu. Şey, Kurtlar Vadisi yaşıyor. Kurtlar Vadisi ilk şampiyonası. Kurtlar Vadisi'nde. mafya. Türkçenin Su Vadisi'nin Bak getiren. Bakmam sana. Hiç sorduruyor. Zaten bol bakmam. Aynen bu böyle o da baksan. Tenis amatörü olan. Deməli, name, director, description, generation. Nasıl Nasıl ediyorsun? ne şüphelendim ama. Aa, 4-5 oldu. Niyə? Maratsız Var. Var. Kontrol nəysə yazmamış. O hakkında ne bakıp var mı olmasın mesela? Ben söyleyeyim. Aa, doğrudan iyi. Param var ha. Oturup film koyuyor.
Param. Yazıram bura ID. Kim? 2. Все. Laçı taxıb dünyada təzə donub. 2 nömrəli statusum film dəyişir. Uşaqlar yaxşı sakit. Sonra gəlirəm get all edirəm. Eşref Rüyayda oldu Qurtlar Vadisi. Ama bu şeylerdi. Update elədim mən. İndi təzədən ID-sinə girib. Hesab olmur Allah'ım. ID-sinə Qurtlar Vadisi dəyişilməzdir. Kurtlar Dərəsi. Tamam, 45 lira. Vadisi 45 dəqiqə. Sənin xərcə bunu 45 edirəm. Boşunuz aldınız yani. Ömer olmasa mən cavab baxsaydı. Amma bu niyyətdir. Aha. Güzel şu oldu Eşref Rüyadan Kurtlar Vadisi. Eyvallah. Mesela 45. Kırmızı mafya bekliyorum. Tamam. Delete də yazaq da. Deməli, all. Kurtlar Vadisi 1. bölüm Gülsat 28'de. Birimiz çok. 57. bölüm Gülsat. Aha. Baxıram delete görə nə yazmışıq. Delete Pass Survival-la yazmışıq. Ona xəstə kimi təkrar baxalım mı? Delete. Yaşından çok. 204 no content. Yaxşı. Nə verək? No delete. Statusu hal-hazırda aktivdir. Bayaq çağırdım. İndi çağırıram. Statusu dəyişdiyim üçün artıq olur delete. İndi find all metodunda əslində statusu delete isə gəlməli deyil də, düzdür. Amma gəlir. Deməli, nə etməliyik? Findall'da şərt verməliyik. Find all-da bir dənə şərt veririk. Bax, find all movie. Buradan bir dənə filter movie. Movie entity nöqtə get status nöqtə equals status nöqtə aktivdirsə. Все. İndi təzədən run edirəm. Bunları silirəm. Post sorusuna gəlirəm. Create elədim və yarandı. Tamam. Sonra gəlirəm bir dənə delete eləyirəm. Burada artıq ID 1 olacaq. No content. Boşdur. Çünki statusu delete oldu artıq. ID-ni bırakacaq. Hə. Tamam. İndi Postman Collection nədir? Gəlin ona baxaq. Burada bir dənə Postman nə nədir? Collision. Bir yere yapırsan da. post necə yaradırdı? Databaza Все. Deməli, rename olsun movie app. Bunun içərisində də biz folderlar yarada bilərik. Add folder. Bu olsun, məsələn, bunun adını dəyişirəm. Bizim 2 dənə entitimiz var da. Bunu qoyuram movie. Aha. İndi gəlirəm məsələn bu sorğuya. Bu sorğu hal-hazırda, yəni Postman'ın çıxsan burada qalır. Amma bunu X eləyən zaman bu məndən save eləməyimi istəyir. Save deyirəm. Bax, burada yaratdığım həmin MS Booking App, o folderlardır. Biz hal-hazırda nəyə yığmaq istəyirik bunu? Movie App-ə. Burada da Movie App-in daxilində indi məndə təkcə Movie var. Mən tiketçini yaradacam onun üçün. Movie-ni seçirəm və salam. Əlavə olundu bura. Sonra nə edirəm? Bunun adını da dəyişirəm. Yazıram məsələn get all. Bu həmişəlik qalır burada. Yəni mən bir dənə application run eləyəndən sonra da gəlib hər dəfə əziyyət çəkmirəm də burada. Gəlib bir dənə buradan bir dənə bunu seçəcəm. Avtomatik sorğunu açır mənə. Və post eyni şeyi burada edirəm. Movie-yə save elədik, getdi. Bunu əlinə qoyaq. Rename olsun nə? Create. Все. Save. Bu da olsun nə? Rename.
Find by ID. Həm də oxunarlıdır yəni. Rahat bir şəkildə idarə edə bilirik. Bunu olsun. Save olsun. Swagger'ın postman fərqində. Hə? Swagger form. Swagger'a tamamı, yəni sənə bir çox üstünlüklər verir. Fərqi odur ki, məsələn Swagger açan zaman sənin burada URL falan yazmağına ehtiyacın olmur. O səni avtomatik təmin edir və strukturlaşdırılmış şəkildə səni gətirir. Amma yəni Swagger hər dəfə run eləyəndə orada bir body formatında, yəni özündən dəyişənlər yazır. Sən o dəyişənləri manual olaraq əllə verməlisən. Amma Postman Collection yığanda sən bunu bir dəfə yazmısan deyə, məsələn post metodunu. Yəni də gəlib body'də bir də bunları yazmağa ehtiyacın olmur da. Bir dəfə yazın, hazır qalır. Bir dənə delete deyə yazaraq. Movie. Aha, bu da olsun nə? Delete. Bu da belə. İndi. Biz hal-hazırda neynədik? Postman vasitəsilə əməliyyatlarımızı apardıq. Swagger qoşulmaq istəyirsə neynədik? Gəlirəm hara? OAS Spring Boot config. Config. OAS 3 olmalı. Açılan səhifədə buna basırıq. Tamam. Swagger'ın mənə MVN repodan götürə biləcəyim defense lazımdır. Onun adını buradan tapıram. Bu adı buradan götürdüm. Gəlirəm hara? MVN repo. Versiyasını götürdüm. Bizdə Maven'da deyəsəm. Atıram bura. Atıram hara? Comics.ml. Lombokda problem yaşayanlar var idi uşaqlar. Hə? Sən bax. Dünən mən də yaşadım. Onu düzəltmək işləyən variantı var, göstərəcəm. Bir dənə Swagger açaq. Defense-də. Mənə də işləmir Lombok. Dünən bir dənə proyekt yazırdım. Versiya məsələsi deyil, ya nəsə aktiv olmurdu. Aha. Bir dənə yüklənsin. Nə edirəm? Gedməliyəm Swagger'a. Swagger'a getməmişdən qabaq nə edəyək? Application run edəyək. Əslində run eləməyə ehtiyac yox idi amma. Aha. Gəlirəm hara? Bunu götürürəm burada. Üçüncüdə. Index.html. Bunu bir dənə kopya elədim. Atdım bura. Bu da mənim Swagger'im. Həmin soruqlar. Bax, mən nə edirəm? Sən soruşun nə edir? Postmanla Swagger'in fərqi nədir? Bax, sənə Swagger bunu təmin edir. Sən bir dəfə URL verirsən deyə, yəni bu səhifəyə gələn zaman bu URL hal-hazırda var. Bir dəqiqə. Sənin lokal o 8080, məsələn o controllerdə yazdığın API, V1, onları yazmağa ehtiyacın yoxdur. Swagger sənə buna təmin edir, həm də fronta vermək üçündür, belə desək. Amma məsələn post sorusunun daxilinə gələndə bu özündən bura şeylər yazır. Sən bunları dəyişməlisən yəni. Hə? Düz deyil, düz olmalı. Dəyişməlisən də bunu əlavə etməksən bazaya. Dən elə buradan test edeyim. Postman da yaxşıdır. Postman da yaxşıdır. Swagger'da məsələn sənə URL falan yazmaqdan şeydir də, təmin edir onlarını. Yaxşı, yazaq DH. DH-ya baxan var. Description. Son 5 ildə ilk kino baxdığım sahibsizlər. Postman'da şey deyir, mesela değişmek lazım. Logo Postman'da değişmelidir. Bir dəfə post etdiyiniz, ikinci dəfə gələndə dəyişir də yenə də. İkinci dəfə eyni şey post etdiyiniz
Neçəyə düşmədi? Postman Collection məqsədi, gəl bir şey deyim. Sən deyəlim ki, mən Cinema Master yazmışam burada. Burada mənim. Tam 39 dənə API-im var. Bax, 39 dənə API-im var. Mən bunu tamam, Swagger-dan gedib aça bilərəm. Amma test eləmək üçün ki, yəni bütün API-lərim işləyir də, düzdür? Nə etməliyəm? Swagger-da bunların hamısını doldurmalıyam da. Məsələn, burada mənim özündən random ədəd daxil eləmişdi bura. Misal üçün, mənim bir-birinə əlaqəli olan entitlərim olurdu. Məsələn, bizim də var elə hal-hazırda. Ticket post eləyən zaman, ticket özündə bir dənə movie ID saxlayırdı ya, ora ID-ni də avtomatik generasiya eləyir də bu. Random bir ədəd generasiya eləyir. İndi 39 dənə API təmin eləməyim üçün bütün hamısını əlindən doldurmalıyam. Amma Postman Collection-da mən bunu hamısını yığmışam bura. Yəni bu şeyləri test eləməyim 1 dəqiqə vaxtım almır da, belə desək. Hamısını bir-bir yazıram. Başışmadı. Test eləmək məqsədi ilə Postman Collection çox əladır, çox idealdır. Bir dəfə yazırsan sadəcə. Bax, mən necə ki bunu bir ay əvvəl yazmışam, qalıb burada. Düzdürmü? Bax, hamısı qalıb burada. Bax, misal üçün, gələk elə tiketə. Bax, tiketdə. Post eləmək üçün mənim 3 dənə nə etməliyəm? Ticket user entity ilə burada bağlıdır, showtime entity ilə bağlıdır, bir də set entity ilə bağlıdır, 3 dənə əlavə entitim var. Swagger-da mən gedib şey eləməliyəm birbaşa. Məsələn də burada indi deyəlim ki, gəlin elə açaq da. Necə çəkirəm? Kubdan bunu run edeyim. Buradan belli olsun. Tamam. Ay aman. Ne oldu ama? Boş değil. He? Başka proyektin açık olacaktı. Yes, düz. Aha. Bax, gəlirəm Swagger-ı təzdən açıram. Gəldim. Məsələn, gəlirəm ticket post sorusuna. Bunlara bax, özündən ID generasiya, düzdür. Nə etməliyəm mən? Bunu yaratmaq üçün, bax, bu tiketim hal-hazırda 3 dənə entitidən asılıdır. Bir user entitisindən, showtime entitisindən və set entitisindən. Onun da user buradadır. Məsələn, mən birinci növbədə ticket yaratmaq üçün öncə user yaratmalıyam. Düzdür? Sonra nə yaratmalıyam? Showtime deyən post eləməliyəm. Düzdür? Və test məqsədli postman çox idealdır. Bunları dolduran zaman Postman Collection idealdır. Bunu burada Swagger-da özümdən çaş-baş qaldım yazımdan. Swagger-da hər dəfə test eləsədik. Əslində burada, əslində prosta yenilərini dəyişdirdik. Ona bildim, prosta test məqsədidir. Test məqsədilə Postman idealdır. Yəni fronta verən zamanda biz Swagger veririk, belə desək. Tamam. Deməli belə. Buranı ümumiyyətlə bağlayaq. Yox, bağlamdır. Bunu bağlayaq. Aha. Demək nə etməliydik? Biz service exception atmışıq. Bir dənə burada atmışıq.
Bir de orası atmışdır da düzdür. O ve tapılmayanlar. Əşiz. Rəngəyə də baxın. Bax, example bunu göstərmək üçün eləyirəm uşaqlar. Bura e-mail verəcəm. E-mail. Niyə e-mail verdim deyəcəm indi. Bir də run edəyək. Yəni, e-mail bizə Spring-in verdiyi bir anotasiyadır. Tamam. Gəlirəm Movie-yə. Aha. Bunu bu formatda create edirəm. 400 bad request alıram, düzdür. Nə etməliyəm? Bax, bunu bir dənə yadda saxlayın uşaqlar. İndi keçirik global exception mövzusuna. Həqiqətən məqsədi nədir? 400 bad request aldım. Gmail.com olsun məsələn. Aha. İndi burada verən belə bir şey. Burada nə aldım? 500'dür. Internal server error. Internal server error. Necə oldu ki, yaxşı, mən Spring-in verdiyi anotasiya, Spring öz anotasiyasını tanıdı, orada 400 bad request atdı, amma burada 500 atdı. Niyə? Burada da bad request atardı da. Niyə atmadı? Çünki Spring öz anotasiyalarını tanıyır, onları rahat bir şəkildə idarə edə bilir. Biz əgər custom exception yaratmışıqsa, onları idarə etməliyik. Bu global exception'ın məqsədi bizim öz yaratdığımız exception'ları idarə etməkdir. Bax, necə ki, burada bir cavab qayıdır. Məsələn, burada da bax belə. Bunu bir dənə təzədən şey edirəm. Və yenisini yaratmaq istəyirəm. Yenə də 500 atır, çünki nəyə görə 500 atdı? Bu da mənim hansı exception'ımdır? Öz custom exception'ımdır. Hansı exception? Unique olmaq. Bu da mənim exception'ımdır, 500 atdı. Düzdürmü? İndi qayıdıram bura. Məsələn, bunu dəyişirəm bir dənə hərf ataq. Hərf atmayaq, yox. Bunu bir dənə silək. Bax, necə ki, bir nəticə qayıdır buradan. 4 dənə, elə bir ki, fərz edin ki, bir dənə klass var. Klassın daxilində 4 dənə dəyişən var. Vaxtını, statusunu, errorunu, patchini ifadə eləmək üçün. Konstruktor formatına yazılıb, göndərilib bu formatda. Yəni, eyni qaydada Spring onu yazdığı kimi, gəlin biz də özümüz global exception yazaq. Spring-ə tanıtmaq üçün. Və bu formatda bir nəticə qaytaraq. Ki, səliqəli olsun. Məsələn, burada mən nə başa düşüm bundan? Burada bir şey başa düşmə olur. Yaxşı, gəlin onu yazaq. İndi hanı exception'ım? Global exception handler. Burada nə deyirəm? REST controller advice. Aha. Deməli belə. Yazıram public response entity. Deməli, burada bir nə qayıtmışdı? Bir nəticə. Neçə dənə fildi var bunun? 4 dənə. İndi gəlin biz də özümüzdən bir dənə klass yaradaq. Heç global exception'ı da saxlayıram. Global bir response qayıdır, yəni bir nəticə qayıdır. Global response. Aha. Burada nə olacaq? Private. Deməli nə olsun? UID. ID olsun. Sonra private string message. Gələm elə buradakı adları verək də.
status error pass, tamam. Ya da özümüzdən verək. Private string error local date time stamp. Aha. Mesaj error. Aha. Tamam. Bura verirəm data. OR constructor. No constructor. Və bildir. Mən sadə bir entity'də nələri eləyirəmsə, daha doğrusu request atan zaman bir response qayıtmır mı mənə? Dityo qayıt. Eyni qaydada bir exception baş verən zamanda bir nəticə qayıtması üçün global response adında bir klass açdım. Anotasiyalarımı verdim. Builder neydi? Hə? Builder anotasiya. Ciddi olamazsın. Nöqtə qoyuruq, obyekt qayıdır mənə, setterlar vasitə olur. Normalde sanıyorum. Hər yerdən. Yo, o bildi ne? Nokta bir koy veririz noktada. Aslında buradan yapılır. Deyəcəm. Burada bir nəticə qayıtmır mı? Hə? İstifadə edəcəyim, bax. Global response məqsədi nə idi? Və necə ki, burada bir nəticə qayıdırdı mənə. Mən də özündən bir nəticə qaytarmaq üçün global response adında bir klass açdım. Onu da indi burada istifadə edəcəm. Məsələn, mən hal-hazırda hansı exception-ı handler eləmək istəyirəm? Məsələn, already exists exception handler. Buraya nə qoyuram? Already exists exception. Qoyabilirsən. Exception olsun. Aha. Response entity nöqtə ok. Deməli, nə return yazaq bura. Global response nöqtə build. İndi məsələn error ataq nə? Error kimi nə? Class açaq. Final class. Nə qoyaq bunun adını? Message. Final class. İndi burada şeylər yazar, public static final. Ready exist. Deməli, error nə istifadə edəcəm? Bu error message'dən aldığım, yaratdığım dəyişəni. Already exist. Sonra message'də nə istifadə edəcəm? Exception nöqtə UID-yə də bir dənə avtomatik ID generasiya eləsin, random UID. Və exception nə vaxt baş veribsə, ona da bir dənə timestamp'a da nə verək? LocalDate.now. So. Buna nə deyirik? Burada nə deyirik? Bunu nə verirdik biz? Already. Bunu nə verirdik? Nədən baxım buradan. Peki baxım buradan deyəcəm. Ha, exception handler. Tamam. Aha. Exception handler. Already exists exception nöqtə class. So. Və bu prosesi eləməklə artıq Spring-ə tanıtdım ki, mənim already exists exception'ım var.
already exception baş verəndə nə baş versin? Burada yaratdığım mesaj yerinə bu yazılsın. Run-ləyib bir dənə baxaq. Yəni mesajı özünüz əmrində daxil edə bilərdik. Mütləq ayrı klass yaratmalıyıq. Daxil edə bilər, heç bir problem yox. İndi, məsələn, post sorusuna gələrəm. Bu şeyi, nədir onun adı? Da yığışıram burada. Yəni, bildiniz nə məqsəd nədir bu? E-maili göstərməkdə məqsəd Spring öz verdiyi annotasyaları tanıya bilirdi. Hani bu create, model, detail, request. Bu mən bunu dəyişirəm. Not blank. Aha. Gələm bura. $201 kredit. Bayaq məsələn eyni filmi create eləyən zaman nə baş verirdi? 500 alırdıq, düzdürmü? İndi eləyək. Və bir ədəb, yəni başa düşülməyən bir mesaj alırdıq. İndi nə aldıq? Bir random ID generasiya olundu və səliqəli bir formatda məlumatlar da gəldi. Aydındır bu global exception əslində məqsədi nə imiş? Sən aydın olmalı deyəsən. Amma yenə də 200 alırıq da mənə. Nə? 200 alırıq. 200 niyə aldıq? Doğrudan iyi. Bunu dəyişməliyik, şey var ya, bu global exception. Burada dəyişək də, bax, nöqtə status. HTTP status nöqtə nə? Bad request ataq. Böyle verək body. Run edək. $201 kredit. 400 bad request. Bayaq necə ki, e-mail annotasiyasını verəndə bad request almışdıqsa, indi öz annotasiyamızda da bad request almış olduq. Bu da oldu global exception mövzusu. Başqa. Global exception neynədik? Bir dənə klass açdım, məlumat xarakterli. Annotasiyalarını verdim. Və mesaj məqsədləri bir dənə bunu yazdım. İndi already sizə bunu yazsa, başqa şeylər falan gəldim. Gəlin şeyi də yazaq elə. String not found. Bunu əlam kimi verir. Olar. Nə olmur ki? Əlimizdə deyil. Bunu bir dənə kopya eləyirəm. Deməli belə. Burada bir dənə bunu dəyişirəm nə? Not found. Not found. Yox, bu Spring'indir. Bu bizimdir. Already yox, artıq biz hal-hazırda nəyi handle eləmək istəyirik? Not found, exception handle. Bu da... Spring'dəki eyni adlı yaratmalı. Nə? Spring'də olan exception. Biz əgər istəsək, Spring'in o xəta baş verir, e-mail annotasiyasını verəndə nə xəta baş vermişsə, onu da eyni qaydada override eləyə bilərik. Burada gəlib şey yaza bilərik. Biz onu eləmişik, onu göstərirəm. Deməli, error message already exists yox, artıq nə? Not found. Qalanlar da indi. Bir dənə bunu dəyişmək lazımdır. Not found exception. İndi run eləyək. Sonra gəlirəm məsələn, bir dənə create eləyək.
Sonra find by ID-yə gedirəm. 2 nömrəni tapmağa çalışıram. Bax 500 almışdıq bayaq. Exception handle edilməmişdən qabaq. İndi eləyirəm 404 not found və məlumatlarda aydın bir şəkildə görünür. Hə, yəni bana bit verməsək, orası 500 atır, bəli. Çünki Spring tanıya bilmir. Tamam. İndi. Bu exception'ı burada hayda. Aslında bir şey göstermek istedim. Can AOP mövzusuna gitsək. Bunun bir komment alıram. Tezdən rəhləyirəm. AOP-un əslində məqsədi nədir? Ona baxaq indi. Neyi? AOP. Dərsdə niyə baxmırıq uşaqlar? Niyə başımız qarışıqdır? Tamam, deməli. Onu kommentə aldım deyə təzədən 500 atdım. İndi gəlib baxıram. Hanı həmin exception? Exception. Aha. Baxıram ki, mənim yazdığım o exception buradadır. Hardadır? RAM bölməsində. Mən bunu global exception, yəni handle eləməklə nə etdim? Hal-hazırda burada, düzdürmü? İndi bunu təzədən kommentariyadan çıxarıram. Run eləyək. Aha, 404 not found. Sonra gəlirəm, baxıram bura. Görürəm ki, exception burada yoxdur. Handler elədim deyə, elə bir ki, RAM bölməsində olan exception hara getdi? Serverə. İndi mən AOP yazacağam, təzədən qaytaracağım onu RAM bölməsinə. Murad, niyə elə baxsan? Məncə hamı var. Aydın olmadı bu. Mən yoxum Aydın olmayan nə var uşaqlar? Exception'ın runtime var. Bax, uşaqlar. Exception'ın runtime'dır mı? Mən burada nə yaratmışam? Ay, Əli. Düzür say. Deməli, exception klassı manı not found. Biz exceptionlar haqqında deyirik ki, əgər runtime olmanı istəyirsə nə etməliyik? Runtime exception. Bu nə deməkdir? Harda baş verə bilər bu? Runda. İndi nə edirik? Hə. İndi bax, bunun təzədən kommentariya aldım. Run edirəm. Mən öz yaratdığım custom exception'ı, runtime exception'ı hələ handle eləməmişəm. Gəlirəm bura, bax get eləməyə çalışıram. 500. Niyə? Çünki handle eləməmişəm, Spring bunu tanımır. Bu baş verən exception harada baş verdi? RAM bölməsində. Burada da bu formatda çıxır. Mənim custom exception'ım harada göründü? Bax burada. Görünübmü? Görünüb. İndi mən bunu nə edirəm? Kommentdən çıxarıram. Artıq Spring'ə tanıtdım. Nasıl error çıxıyorsa? 404 not found. İndi qayıdıram. Görürəm ki, artıq RAM bölməsində o exception yoxdur. İndi istəyirsiz burada. Hə. Exception'ın serverə görə. Burada da bir error çıxdı deyəsən. Error yoxsa... Nə? Konsolda görmək demirəm. Bax, biz exception yaradıq, düzdürmü? Runtime exception eləyirik də onu. Runtime-dan extend eləyirik. Nə deməkdir? Yəni, həmin exception baş verən zaman o RAM bölməsində məlumat çıxadır, həmin exception görünəcək. Mən onu Spring-ə tanıtmaqla elə bir göndərirəm serverə. Serverdə görürəm artıq. İndi log yazmaqla təzədən qaytaracağam bura. Niyə? Məqsədi nədir? Log generasiya edirəm, məlumat generasiya edirəm. Gəlirəm bura, məsələn, public yazaq log, void, adını nə qoyaq? Adını nə qoyaq? Adlandırmadan əziyyət çəkdiyim qədər işini əziyyət çəkdirməyim. Reflection yazıram. Metod reflection.
Aha. Bir dənə exception götürsün bu exception. Çünki bu exception bütün exceptionların üst klasıdır deyə. Hanı bu exception? Exception. Aha. Deməli. Burada nə yazaq? Burada nə yazaq? Heç nə. Gəl bir dənə mən hazır annotatorlardan istifadə edirəm. Log4j-dən. SLF var idi. O da olar. Elə istifadə olunan ikisidir. Bir SLF-dir, bir də log4j. Fərqlər Aha. var. Olar hər halda. Amma olar da yəqin ki. Baxmaq lazımdır. Bir meniri yazırıq ki, bəs log4j, v'sı SLF4j. Deməli, bir dənə yazıram ki, exception happened. Aha, bir dənə slash qoyduq. Bir də exception'ın mesajını yazıraq. Tamam. Page qoyuram. Deməli, exception exception adını necə yazaq? Get. Ya. Hə, get class. Mən adını yazılmasın. Get name olmalı. Simple name, tamam bu. Bir dənə exception. Exception nöqtə get local message. So. Bunu yazdım. Hələ istifadə eləmirəm. Təkrar göstərirəm uşaqlar. Gəlirəm bura. 404 not found. Baxıram RAM bölməsinə. Bir şey varmı? Yox. Çünki mən öz custom exception'ımı atdım serverə. Handle eləməklə. İndi bir dənə reflection yazdım. Gəlib bundan əvvəl bir dənə deyirəm ki, method reflection burada çağırıram. Exception atıram bura. Все. İntezdən raniyə. Burada da ataq. Method reflection. Exception atıram bura. Bu method reflection məndən nə götürür? Bir dənə parametr götürür. Bu exception'da bunların üst klasıdır deyə not found'un. Yəni istənilən bir klasın ən üstü hansıdır? Exception'da. Exception öz növbəsini haradan extend edir? Sıra bu. Polimorfizmlə istifadə edir. Bunları rahat bir şəkildə ata bilirəm. İndi təzədən bunun bir dənə silək görünsün burada. Gəlib baxıram. Exception'ın burada gəlib. Bayaq yox idi. Exception happened. Hansı exception? Not found. Nə yazıb? Movie not found. Alp yazdım yəni, məlumat yazdım. Hətta bunu belə eləyək. Info yox, error olsun da bu. Alp budur. Bu deyil əslində. Gələcək altına üstünə. İnşallah buradakı bu var ya bu. Nədir? Varım. Bu nəyin problemidir? Məlumat olan var. Bunu bilənə halaldır. Bunu bilənə halaldır. Sən deyərsən, bu. Nədir bu? Bu. Şadiyə. Aha, işarə edeyim. Nəyin problemidir? Run edirəm qardaş, heç bir problem yoxdur. Bütün sorularım yazılır, amma burada bir dənə belə bir yazı çıxır. Bunu araşdırarsın. Aha. Not found. Aha, gördün mü? Hə. Break verək. Verək mi break uşaqlar? Heç nə, onsuz da bir dənə AWP-umuz qalıb. Gəlib AWP-un məqsədini izah eləyərəm. Hələ vaxtımızda da var, kifayət qədər də vaxtımız var. Necə dərs? Mən Tinder üçün global exception yazmaq istəyirəm. Hə, bir də bir şey göstərim gedək uşaqlar. Bayaq soruşuzu. Booking konsola, bir dənə baxın.
Yox bu deyil. Sonra kontrol atırsan kontrol edən bitirmir. Deyirsən konuşurlar kontrol. Servis. Spring'in o exceptionları var idi uşaqlar. Biz onların hamısını override eləmişik özümüz üçün. Exception, global exception handler. Baxın, hamısını override eləmişik. Hamısı eyni prosesdir yəni. Bununla ilgili bir başqa klaslaşır. Yo, eyni klassdan istifadə edirsən. Sadəcə bir dənə burada dəyişən nədir? Bax. Bir dənə bu dəyişir. Bir də burada metodun götürdüyü parametr dəyişir. Bu, vəsə. Qalan hamısı eyni prosesdir. Bir də bunlara hardan Bax. Nəyə verir? Deyim, var mı deyəcəm? Sağ yerdə olmayacaq. Hə? O niye oldu? Yox, bir dənə göstərim gedək. Deməli belə. Amma göstərmək üçün mən nə etməliyəm? Burada bir dənə e-mail. Nümunə üçün biz də onu yazarıq. Ha, bu nədir? Hə, vəsə. Bax. Gəlirəm bura. Post yaratmağa çalışıram. 400 bad request. Spring'in özünün də e-mail annotasiyası, düzdürmü? Budur. Hə. Burada exception tapmaq lazımdır. Exception. Hansı exception'dır? Method argument not valid Hə. exception. Hardadır o? En başta eləsən. Hə. Bax, bu məsələn Spring'in exception'dır. Mən bunu eləyə bilərəm. Handle eləyə bilərəm özümə uyğun şəkildə. İndi onu eləyərik. Dən gedək gələk. Override eləyəcəm. Mənim yazdığım çıxacaq da, bu çıxmayacaq. Aha, 400 bad request. Sonra RAM bölməsinə gəlirəm. Baş verən exception budur. Mən bunu override eləmək istəyirəm. Bir dənə bunu kopyaladım buradan. Bunu bağlayıram. Bunu açaq buradan. Rekord gedir. Gelir. Class. Aha. Sağlam. Sağlam. Muşko gelme. Exception mesajına vereyim buna. Error message. Ne? Onu birinci konsolda görməliyik ki, sonra eləyək. Yəni, Konsolda indi görmədik. yox. Ya orta çıxmalı ki, sonra yazılır. Mən anlaya biləndik verdim. Yəni, onu siz oradan kopyalayacaq adını. Hə. Onu orada görməsəydik, onu eləyə bilərdik. Və o şey... Tamam. Tam razıyam. Bence de. Mən də istəyirəm. Okey. Deməli, error message bir dənə mesaj yazaq. Not found diyor. Bunun adı neydi? Metod. Nedir bu? Argument not valid. Valid. Aha. Gəlirəm hara? Global exception handler'a. Burada bir dənə not found diyor. Bunu dəyişirəm. Bunu yox, daha doğrusu bunu yox. Bunu dəyişirəm. Bunu atarım bura. HTTP statusda verir elə bad request. Bad request. Все. İndi rani baxaq. Məqsəd konsolda o qısa məsələni görməz. Mesajın daha aydın olmasın. Hal-hazırda belə bir mesaj var.
Aha. Ha, çok güzel. Bu onun mesajıdır belə desək. It's not found. Not found deyil bu. Bax, bunun məqsədi nə idi? Burada e-mail formatında verməliyəm. Düzdürmü? Mən bunu nə edirəm? E-mail formatına vermirəm. Onu exceptional handle eləmədiyim zaman RAM bölməsində görürdüm. Nəyi görürdüm mən? Method not valid exception-ı. Mən bunu nə edim? Global exception handler-da override elədim bu proseslə. Override eləyəndən sonra da burada ID generasiya elədi. Vaxtı var indiki vaxt 2025 05 11 13 32 biraz əvvəl. Və mənim orada verdiyim mesaj çıxdı bura. Bu da ki, nəyin mesajıdır? Biz necə ki, burada mesaj yazmırıq. Məsələn, servis. Custom exception-a belə bir mesaj yazırıq. Spring-in də arxa planda mesajı odur. Aydındır bu? Override eləmək məsələsi. Log çıxdı mı? Log yazmamışıq hələ. Bir də mən override səsini tapıyorum. Override elədiniz. Burada. Logla çıxıb, bəli, niyə çıxmasın ki? Burada vermişəm də, method reflection. Burada siz override deyəndə nəyi nəzərdə tutursunuz? Bax, Bax, şuradakı override yazmamışıq. Mecbur deyil. bax bu anotasiya var, düzdür? Bunu gəlirəm alıram kommentariya. O anotasiya məni nəyinə təmin edir? E-mail formatında göndərməliyəm də. Düzdürmü? Run eləyək. Sorğu hələ tam getməyib. Run ol qutarda da nə oldu? Aha, bax belə bir mesaj çıxdı. Bu Spring-in default variantda verdiyidir. Amma 400 bədrək satır da nəticə etibarilə. Bizim öz custom exceptionlarımız 505 atırdı. Server error alırdıq. Biz onları handle elədik. Onlar da 400 atır. Tamam. Ora kimi aydındır. İndi. Gəlirəm, baxıram, RAM bölməsində. Görürəm ki, email formatında verməyəndə aldığım exception budur. Mən bunu özüm istəyirəm ki, necə ki, məsələn, bu formatda var. Bir dənə postmanə baxıb qayda. Necə ki, bu formatda bir məlumat çıxır. Mən də istəyirəm ki, Spring-in həmin exception-ı baş verən zaman o formatda bir mesaj alınsın. Hə. Ona görə bu exception götürürəm buradan. Mən nə bilə bilərəm, email anotasiyası olan zaman hansı exception baş verir. Onu RAM bölməsində görürəm. Gəldim, gördüm burada. Düzdürmü? Gəlirəm onu handle edirəm. Aydındır? İndi bir siz məndən soruşuram. Hə, override niyə yoxdur? Override sözü. İndi biz bunun exception adını bilmirik, düzdür? İndi Hə. biz gedib neyin üstünə bir dənə email yazıb yoxlamalıyıq ki, bunu tapaq da. Aha. Təkcə neyində yoxdur. Yəni orada Çox proseslər var da. Yəni override eləmək istəsən əgər Spring-in anotasiyasını, yoxlamalıyıq. anotasiyanı verdin. Sorğu atdım, gördüm ki, exception qayıtdı. 404 bədrək köz qayıtdı, düzdürmü? Bax belə bir şey. Gəlirsən baxsan RAM bölməsinə, görüm hələ hansı exception baş verir. Bu exception-ı tapdım, gəldim bura handle elədim. Handler eləyəndə də, bax burada dəyişən 2 dənə bir şey var. Bax bir bu dəyişir, buradakı ad. Qalan hamısı eyni prosesdir. Götürdüyü argument dəyişir. Bir də burada əgər məsələn onun üçün bir xüsusi bir şey yazmısansa, o dəyişir. Bu global exception əvəz edir mi? Nə? Global exception əvəz edir də. Əvəz eləyir deyəndə ki, yəni onu komment alıb bunu işlədirik. kommenti alırıq. Kommentə mən hal-hazırda Biz alırıq da, yəni biz alıb əvvəldən yazsaq global exception yazsaq Hə. birinci. Həm onu həm bunu mu yazırıq, yoxsa ikisini bir yerdə yazsaq? global handle eləmək üçün mən 2 dənə şey yaratdım. Bir respons yaratdım. Responsu yaratmaqda məqsəd bildin də bunu. Bildim. Hə. O şey səsindən keçən bir dənə o exceptionlar yazdıqdan sonra var. Hə. Bu. Məsələn bu komment aldığımız nədir, hansıdır? Spring-in var, indi override eləmək istədiyim.
Ümumən kommentarlardan çıxaram. Orada da exception atmayacaq konsolda. Yəni konsolda exception atmayacaq. Run eləyək. Sadə dərsində iş başlığı çəkimi görünür. Bir-iki dəfə praktik eləsəz, kifayətdir. Gəlirəm bura. Hal-hazırda belə bir mesaj var. Onu kommentariyadan çıxartdım deyə bunu elədim. Artıq mən override necə etmişəmsə. Aha. Lab mesajı istəsək, bura bax. Yəni reflection yazmışam deyə RAM bölməsində də gəldi. Bu reflection hardan gəlir? Burada verdiyim. Bunu da burada yazmışıq. Bunu bildiniz də. Bax bu mesaj qayıdır da. Bunun mesajı nədir? Exception. Get message. Bu mesaj nə götürür məndən? String. Lap yazaq belə bir şey. Gəlib yazam bunu. Happened. Все. Run eləyək. Все. Həmin proses. Aydın oldu. İndi gələk out mövzusuna. Out nədir? Bax burada hər exception üçün mən nə yazmışam? Metodu çağırmışam, düzdürmü? Metod reflection metodunu. Burada da çağırmışam, burada da və burada da. Eyni qaydada. Gəlirəm servisə. Misal üçün. Gəlirəm bura. Bir metod başlayan zaman istəyirəm ki, log yazım, məlumat yazım. SL forge verəcəm elə buna. Bunu verdim bura. Metoddan əvvəl yazıram ki, log.info. Metod nə yazaq? Started successful. Necə yazılır bu? Aha. Metod başlayan zaman belə bir log yazsın mənə. Misal üçün. Və ya metod iş qutarandan sonra eyni qaydada bir dənə log burada verirəm. Amma bu nədir? Return'dan sonra yazmışam. Metod bitəndən sonra da deyərəm ki, bəs metod finished. Successful. Və yaxud log .info string götürür, obyekt götürəm. Obyekt götürən necə yazırdıq? Deməli, bu create metodudur da, düzdür. Movie created bir dənə belə bir şey yazıram. Qarşısında da movie'nin yaradılan şeyi görmək istəyirəm də. Все. İndi 3 dənə məlumat xarakterli log yazdım. Run edirəm. Bunlarla ümumiyyətlə işləmişsiniz. Loglarla. Əslində ən sadə mövzulardan biridir. TXT yazmaq lazım deyil ki, Docker öz şeyini saxlayır zaten. Bir dənə anotasiyanı verirəm burada. Sonra da logdan metod çağırıram. Başladı, bitdi. Bu da nədir? Hansı entitin generasiyonluq. İndi run eləmişikmi? Eləmişik. Bu e-maili qaldıraq da burada. Hani bu create. Bunu dəyişirəm, not blank edirəm, təzədən run edirəm. Aha. Gəlirəm bura. Post sorğusuna. Created.
Gedirəm RAM bölməsinə. RAM bölməsinə baxıram. Metod start olundu. Həmin yazdığım info. Aşağıda da fayl. Ondan əvvəl hansı metod movie created successfully? Bax orada olan məlumat, bax burada qayıdan məlumat hamısı nə olur? Göstər. Göstərir burada. Yox, bir dənə adı göstər. Hamısını göstərdir. Hamısını göstərir. Və metod bitir. Successfully. Mən istəsəm ki, hansısa bir məlumatı tutalım da, password olar. Həmin passwordu istəmədəm də generasiya bölməsində görmək istəməyim. Misal üçün, fərz edək ki, bu filmin yapımcısı deyir ki, mənim adım göstərilməsin. O zaman nə edirəm? Bir dənə toString exclude olmalıdır buradan. Exclude. Necə yazırdıq bunu? toString exclude. Exclude. Bir de bu. Exclude. Bunu necə yazırdıq? Bir an baxım buna. Deməli belə. Gəlirəm hara. Mənim proyektlərimin birində var idi. Ben baxım deyəcəm. User. Domain. Entity. Belə veririk. Mürtəzə falan açılır. Lisey kubulun mürtəzələrdən açılır. Bərabərdir, sonra monitor. Yo, monitor yoxdur. Deməli. Asıl bu. Sizin metasidirəm buradan. Deməli. Bilirsən qaçışdan bir dənə sənə də göstərim. 3 dənə log yazdıq şeydə, servisdə. Eləməli olduğumuz proses. Bir dənə burada anotasiya verdik. Sonra gəlirəm. Həmin anotasiya vasitəsilə log yazıram. Info məqsədli. Metod başladı. String götürür. Və metod bitdi. Bir create əməliyyatı zamanında həmin create olunan entitinin özümə qayıtmasını istəyirəm. Onda da eyni qaydada metod successful yazıram. Amma bu parametri götürməyini istəyirəmsə, burada bir dənə mötərizə açıb bağlamalıyam. İndi gəlirəm bura, run edirəm. Created. Adi qaydada bizim bu məlumatlarımız gəlmirdi bura. Bax, log yazdığım log buradadır artıq. Və movie create olunub successfully. Həm ikinci yazdığım log movie qayıdıb mənə. Və üçüncü. İndi tutalım məsələn, bizim istifadəçimiz olar, istifadəçinin passwordu olar, o passwordun görünməyini istəməliyik bu logo. Ondan necə edirik? Məsələn, bizim burada listimiz var, listimiz 0 gəlib. Biletlər də bu biletləri ifadə edir. Gəlirəm entity'yə. Çünki məlumatlar databazadan gəlir də mənə databazadan qayıdır. Move entity'yə. Bunun üzərində bax, biz data verən zaman bu bizi toString ilə təmin edir, düzdür? Mən istəsəm ki, həmin toStringdə hansı məlumat qayıtmasın, toString.exclude. Onu eləyirəm, artıq həmin məlumat qayıtmayacaq. Məsələn, deyəlim ki, bu sütun passworddur. Mən director deyib ki, mənim adımı vermədə şeyə, yəni məlumatda görünməsin filmin kim olduğu, misal üçün. Bura verirəm. Təzdən run edəyək. Qapım ilə bağladı. İndi təzdən gəlirəm, create edirəm, send. Qayıdıram bura. Bax, nə director yoxdur, nə list yoxdur. toString, Harada var?
Postman deyil ki, Postman-da olmalıdır yəni. Burada Bu- CTRL-sə də görünəcək. Hə? CTRL-sə görünəcək. Əlbəttə görünəcək. Niyə görünməsin? Yəni bir dənə tutsun gəlir. Bunun məqsədi belə deyim də, sadəcə kim məsələn proyektdə nə zaman nə işləyir. Şirkətlər var ki, məsələn ildə 1 terabaytdan artıq log generasiya edir. Bazada qalır. Yəni 6 ay, 1 il kimi müddət kimi saxlayır onu məlumatlarda belə desək. İndi bura qədər sual olan var. Yəni çox bəsit bir şeydir. Bir də anotasiya verirəm bura. Sonra da onun metod çağırıram. Sadəcə qeydə alınır. Eyni prosesi, eyni prosesi. Məsələn, mənim update metodum da işləməsi üçün nə etməliyəm? Metod start olundu. Updated successful. Yox, metodun başladığımı ifadə edirəm. Bitdi. Daha sonra nə edirəm? Created yox, burada nə deməliyəm? Updated. Bundan əvvəl metod bitməmişdən əvvəl. Saved yox, updated olmuş entity. Bunu verdim. Eyni proses burada da baş verəcək. Find all-a ehtiyac yoxdur. Burada da burada da yazmaq olar əslində. Misal üçün metod başladı. Və metod return-dən əvvəl metod başladı, bitdi. Okay. Find, yəni bu metod üçün də biz yaza bilərik. Başladı, bitdi. Bütün metodlar üçün, yəni bu metodun skopkası burada başlayır, burada bitir. Gördük ki, hər metod üçün ayrı-ayrı log yazmaq lazımdır. Bu nə edir bizim üçün? İşimizi uzadır. Biz necə eləyək ki, cəmi bir metod yazmaqla bütün metodlar tətbiq olunsun. Bunun üçün AOP deyə bir şey çıxardıblar. O AOP-u yazmaq üçün gəlirəm bura. O anotasiya yoxdur. Hə? AOP. Hə, Spring AOP. Kıyla. Nə? Aspect Oriented Programming. Gəlirəm yazıram AOP. Yazıram. Nədir? AOP. Məsələn, mən hal-hazırda Movie üçün AOP yazıram da. Movie AOP deyirəm buna. Aha. Burada nə edirik? Aspect deyəcəm buna. AOP-un ən başlı anotasiyası. Və bunu nə etməliyəm? Spring konteynerə əlavə etməliyəm. Və bir də bizim istifadə edəcəyimiz şey nədir? Log4j və ya slf4j. Bu. İndi gəlin deməli nə yazaq? Public nə yazaq? Nə yazaq? Deməli belə. Məsələn, mən hal-hazırda bir metoddan əvvəl nə iş görülən zaman yazırdım ki, metod start. Düzdürmü? Logu nəyə görə yazıram? Log, yəni bir işdən əvvəl yazıram da. Log after adı verirəm sadəcə. Bu məndən nə götürür? Join point. Nə olduğunu deyəcəm indi. Aha. Bu zaman istifadə edəcəyimiz anotasiya nədir? After anotasiyası. Value. Execute. Deməli belə. Ulduz. Az nöqtə. Adı necə gəlir bunun? Turing. Hə? Əslində biz əvvəldən after sonra da biz before yazmalıyıq bura. İngilis dilini sökürük konkret. Onu saxlayanı yazır. Onu yaradacaqsın. Aha. Bu nədir? Əməliyyatın icra olunmasını harda icra olunmasını istəyirəm.
Mənim paketlərim hardadır? az.turing.example. Sonra nəyə yazmaq istəyirəm? Mən hara yazırdım? Servisə. Servisimdə içərisində mənim müxtəlif növ servislərim ola bilər. Hara yazmaq istəyirəm? Mobil servisə. İndi mən nöqtə qoyuram. Bax, servis klasının daxilində nə qədər metod var? Hamısı gəlir. Bütün metodlara aid olmağını istəyirəmsə, salımı. Bir dənə ulduz qoyuram bura. Bir dənə metodları açdıq. Qoşa nöqtə və sonra nə edirəm? log.info Məsələn, belə bir şey yazaq. Metod start. Metodun adını yazaq. Bir də nə yazaq? Metod start yazaq. Start. Şey yazın. Aha. Gəlirəm bura. Join point. Nöqtə. Get name. Mən bu əməliyyatla, sadəcə bunu yazmaqla, servis klasının daxilində bu 5 dənə yazmışam bu metoddan əvvəl. Sanki bunu, bütün metodları tətbiq eləmiş oldum. İndi bunları buradan silmək lazım ki, 2 dəfə generasiya olmasın da. Bu gələcək burada da yazacaq. Siz sadəcə orada paketlərin yolunu verdiniz ki, bu. Aha. Deməli belə. Qayıdıram AWP-a. AWP-mı almayayım. Aha. İndi run eləyək, baxaq görək vəziyyət nədir. İndi bir dənə success qoyacaq. Hansı metod çağırılanda həmin metoddan əvvəl bu söz yazılacaq. Get signature, get name-nə qaytar. Həmin metodun adını. Məqsəd nə oldu uşaqlar burada? Mən sizə sual verim. Bir dəfə log yazın. Sənin bir dəfə loq yazıram, bütün metodlar tətbiq olunur. Bu ulduz verməklə. Mən istəsəm ki, bu metod sadəcə məsələn create movie metodu üçün bu log istifadə olunsun. Onu təkcə bunu deyəcəm. Amma ulduz verirəm, bütün metodlar tətbiq olunur. İndi gəlirəm post yaradaq ki, birinci created. Qayıdıram bura. Successful və metodun adı create movie. Tamam. Gəlirəm find by id metodunu çağırıram. Gəldi mi? Aha. Info metod start successful metod çağırıldı və metodumun adı. Da hər yerdə yazmağa ehtiyac yoxdur. Aydın oldu? Və o axırda verir. Hə, indi növbəti şeyimizi yazaq. Məsələn, 10 içində yazsaq olmur. nə? 10 içində yazsaq olmur. Harda? İndi after yazırıq. Metod bitdikdən sonra nə olsun? Eyni prosesdir. Eyni paketləri tanıdıram. Bu olsun before. Всё. Bu da nə olsun? Successful. Bir də bu qoşa nöqtə qoyaq bundan sonra. Ümraniye. Barcelona əlbəttə ki udacaq. Bu dəfə də uduzsaz var. Siz danışsaz. Allah artıq sizə sözüm yoxdur. Udsun ne? Keçən də biz 3 dəfə vurmuşuq da. Danışdınız amma hakim. Udsun ne? Ki proqrasındakı əsası yoxdur. Silib də. Aha. Rəqəmləri də ortaq yaxşı. Created. Birdən burada da uduzlar. Yataqxanada heç kim qoymadan. Baxıram.
Bax, yazdığım 2 dənə log 2-də. Metodum başladı. Infonu yazdı mı? Yazdı. Və sonra da metod finished successfully. Create movie metodu. Bu qoşu nöqtəni də burada yox. Successful'dan sonra qoymalıyam. Start yazdım. Start yazdım. Yukarıda. Göstərim, yazılıb işte yazdım. Bəs analarında olan şey nədir? Görməyiz. Nə? O şeydə Sizin bayağı. arasında. Ha, SQL. eski Sual olan var? Burada yazabiliriz. Hə? Fayl yazmaq üçün burada problem gəlirmi olur? Bəlkə də olar, mən yoxlamamışam. Ne? İndi, yaxşı. Fayl yazmaq istəyirik. Yəni burada İstəyərik ki, məsələn, bayaq log yazmaqla neynədik? Yaradılan moviyə geriyə qayıtdı, düzdür? Onu da yazaq. Onu necə eləyik? Yəni yazaq da. şey verir. Onu bilmirəm. After. O nədir? Geri qayıdan bir məlumatdır, düzdür? Amma bu mənə join point neyinir? Həmin metodun adını qaytarır, düzdürmü? Geriyə mənə nə qayıdır? Bir result qayıdır. Mənim məsələn də bütün klassların üst klassı nədir? Object. Deməli burada nə istifadə edə bilərəm? Object. Çünki sən bu loqu movie üçün yazırsan, düzdürmü? Burada yazıram result. After returning, burada problem nədir? Log bu problem nədir? Məqsəd nədir? Metodu. Orada finish yazırsan ama after bilirsin. Şeylərdir. Ben İngiliz. Şey, Annotasyon veya annotasyon problem. Hə? Annotasyon diye bir şey var. Yox, onun bir şey yox. Əslində bitəndən sonra qaytarım da. Onun fərqi nədir ki? Finishlərdən sonra bayaq. Onu deyirsən burada verək. O ona neden? Yox, deyirəm annotasiyadan zəfər. Yo, ona değil ki before returning var. Nədir burada problemdən baxın. Return'dan sonra nə? Heç before deyil. Annotasyon. Yani error olmuyor. Annotasiyada bir dənə baxın yox. Neyse falan ya onlara Fanksi anlaşılmasını istedim. Nə üstünə? En fazla. Ne oldu? Ne diyor orada? Anda olur. Anda doğumunu. Bakıyan da bir dənə buradan götürək. Orada value başka bir şey olmalı yani. Bura baxın deyəcəm. Gör bu necə. James. Burada başqa şeylər var. Hə. Bir dənə də Metodlardan. yox, onun bir şey yoxdur. Value ilə bərabər. Returning result. Hə. Bildim. Result. 2 tane value istiyor. Deməli belə. Geriyə qayıdan məlumat üçün də bunu istifadə elədim. Result. Bu joint point'in məqsədi bu value-dur. Bu result'ın da məqsədi budur. Bax burada result'ı dəyişirəm, nəyə es verirəm? Problemdir. Bununla eyni olmalıdır. Aha. Movie mesela ne yazaq buna? Object created successfully. Created. İndi gəlirəm bura. Post deyirəm. 201 created. Baxıram. Eyni proses. Metod burada başladı mı? Başladı. Created olundu mu?
Bunun hesabına. Geriye qayıdan nəticə budur. Info yazıldı mı? Yazıldı. Amma list və direktoru göstərdi. Niyə göstərdi? List yoxdur. List yoxdur, list Yəqin yox. direktordan sildirsə daha. Turistik bir şey. Baxım nə? Yox, silmiş. Bu niyə qaytardı ki? Direktoru. Alın sizə bir dənə sual. Ona baxaram, yəni bununla qarşılaşmamışdım. Burada şeydə yazan zaman Movi servisdə log yazdığı toString exclude verdik. Orada gördüyünüzdə direktor vermədi. Amma AOP yazdıq. AOP da verdi. Baxarıq buna, siz də baxın, mən də baxaram. İndi, yaxşı, bir dənə son işimiz qaldı, son bir dənə. Bir 15 dəqiqə otursun orada. 15 dəqiqə otursun. Şöyle boşlarsın. Amra, bir dənə son işimiz qaldı. Nə? Exception baş verən zamanda biz onu şeydə görmək. Gəlin onu da yazaq. Onu da out'dan yerliyor. Hə? After throwing. Bunu mən götürürəm buradan. Harda görmək istəyərdim, Neydi? Exception baş verir. Həmin exception'a görə bilərik də biz. Her defa exception olur. konsolda. Həmin Nə? exception logunu verir. Hə, konsolda. Exception logunu. Hə, logunu. Və onu global exception yazdıq. Nə? Global exception yazıldı. Bildimi? Global exception yazmalıdan biz serverə göndərdik. Biz təzədən onu RAM bölməsinə görmək istəyirik. Axı logları sildi yox da. Onu postmalı görürük. Vaxtımız azdır, gəlin onu da buradan götürək. Bu da əslində sadə bir şeydir. Bax bu. Eyni proses yəni. Demək, metod aranıma before, returning, after, exception. Bu da olsun belə. Bunu Reflection yazmışdınız, mən bu ona vəzirlikdə tutur. bəli. Aha. Exception. But returningdə necə ki 2 dənə vəli var idi. Bir dənə result. Eyni proses, yəni bu da bir exception'a bir result qaytarır da. Bu da strong verir. Exception eyni prosesdir. Error, exception happened. Exception adını verdim və exception hansı mesajdır? İndi rəngləyə baxaq. Sual olan var buradan. Maksimum bir dəfə bunu praktik edin. İnanın ki, çox sadədir yəni yazmaq. Sen bitirsen ha. 15 dəqiqə. 15 dakika. Ha. İndi gəlirəm məsələn find by ID-ni çağırıram. Not found düzdürmü? Gəlirəm baxıram. 2 dəfə çıxıb. Sizcə niyə 2 dəfə çıxıb? Bax, Biri globaldakı şey qaldı ona görə. bəli. Globaldaşma. Globalları yazmışıq bax burada da. Not found. Burada da reflection yazmışıq. Bax burada da məsələn bu şeyi yazmaqda məqsəd nədir? Throwing yazmaqda məqsəd. Bax globalda hər metodda ayrıca yazmışıq. Çünki bunlara ehtiyac yoxdur da. Bunlar silirik. Necə? Bax, Her defa throw hər dəfə exception baş verən zaman metod yazdıq ki, bu exception baş verən zaman həmin exception'a mesajını versin. Bu metodu ümumiyyətlə silirəm buradan. Ona görə 2 dənə verir. İndi təzədən run eləyək. Son bir addım qaldı, onu da deyim, gedək. Çətin idi o. Məncə çox asandır. Çox bəsit bir şeydir yəni. Prosta bu user lazım olan bir şey deyil, developer lazım olur. Kodun yazın der şahsen.
So, bir dəfə generasiya olundu. Exception happened. Exception'ın adı, daha doğrusu metodun adı movie not found with ID. İndi, yaxşı. Просто buranı işləmək var mı? Buranı işləmək var mı? Elində yox. Aslında içərilik yəni. Bir dənə metod düzəldirəm. Bir dənə metod. Deməli, log for movie service. Aha. Bu metod. Məndən nə götürür? Məndən nə götürsün? Yox, heç nə götürməsin. Point cut diye bir şey var uşaqlar. O da işimizi çox asanlaşdırır. Point cut nədir? Buradakı value var ya, hər dəfə uzun uzadı. Bir daha oyun. Atıram bura. Prosta bu nədir? So. İndi bu value nəyə bərabər olmalıdır? Buna düzdürmü? Gələm bir dənə bunu çağırıram. So. Bunu da silirəm buradan. Gələm bir dənə o metodu çağırıram. Bir dənə qaldı bu value'muz. So. Bu da sizə out. Şey değil. Hə. Orada return bir de result var ya. Onu necə görür? Hansı result? Mesela result yazar. Ha. Return result. Bu. Hı. Neyinizə görür? Metodu geri qaytarma. Update. Burada annotation nədir? Update. Geriyə qayıdan. Bir işdən sonra after returning geriyə qayıdan məlumat. Biz geriyə qayıdan məlumat nədir? Result-da düzdür. Yəni bir sorğu atırıq. O məsələn postmanda bir sorğu atırıq düzdür. Post atıram. Bu mənə nə qaytarır? Result qaytarır da. Mən də onu burada vermişəm. İndi baxaq görək bu metod düzəldindən sonra yenə eyni proses. Metod start olundu. Geriyə qayıdan məlumat. Bunu da siz də araşdırın, mən də baxaram. Direktor niyə qayıtdı? Ona baxarıq. Bir də və şeyə də bir dənə baxaq. Məsələn burada bunu 2 verək. Not found, tamam. Gəlib baxıram, yenə not found. Metod da burada start olunub. Find by ID metodu çağırılıb, adın yazır. Exception'ı baş verdi, onu verdi. Və metod sonlandı. Belə. Sualı olan, təklif olan. Üçüncü gün mən burada olmayacam. Amma security'də baxacaq, yəni ciddi mövzuda baxarıq. Burada deyiləm yana görə. Növbəti həftənin elə... Siz növbəti həftəyə qədər bu yazılanları praktik edin. Security ilə davam edərik. Sağ ol. Bu kadar sual yoksa. Heç fikrim yox.